Bu sektor iqtisadiyyatın lüks və keyf hissəsidir. Bura avtomobil istehsalçıları, məsələn Tesla, Ford, lüks geyim brendləri LVMH, səyahət şirkətləri, otellər, bahalı restoran şəbəkələri və əyləncə platformaları aiddir. Bunlar yaşamaq üçün məcburi deyil, insanların sərbəst pulu olanda xərclədikləri sahələrdir. Faizlər yüksək olanda vətəndaşların həm ipoteka, həm də kredit kartı, həm də avtomobil kreditlərinin aylıq ödənişi artır. Əhalinin cibində qalan sərbəst gəlir azalır. İnflyasiya və yüksək faiz mühitində istehlakçı büdcəsini qorumaq üçün ilk növbədə nədən imtina edir? Təbii ki, qidadan yox. O, bu ilki xarici tətilini təxirə salır. Yeni maşın almaq əvəzinə köhnəni təmir etdirir, həftə sonları restorana getmək əvəzinə isə evdə yemək yeyir. İstehlakçı davranışındakı bu kiçiltmə həmin sektorun gəlirlərini bıçaq kimi kəsir. Eyni zamanda burada zənginlik effekti də rol oynayır. Faizlər artdıqca birja və ev qiymətləri düşür. İnsanlar kağız üzərində özlərini daha kasıb hiss etdikləri üçün psixoloji olaraq xərcləmələrini məhdudlaşdırırlar.